necə müsəlmansan, zina eləyirsən deyirəm. Üstümə bozarır ki, cahil. Mən indiyə kimi kəbinsiz heç bir qıza belə də toxunmamışam. Və bunu deyən oğlanın başının tükü qədər həyatında qız olubdu. İndi bu nə deməkdir? Yaxşı, kəbin varsa günah yoxdur ortada, həmfikirik burada. Və bu andırın bu boyda həyatında xanım olubdu. 4 dəfədən o tərəfə kəbin də bildiyim qədərilə kişi üçün haramdır. Bəs onda nə məsələdir bu deyə sual verirəm mujikə. Mən qayıdıb deyir ki, ay cahil, git bir araşdır gör müvəqqəti nikah nədir. Yanmaz səni, ay cigərsiz. Elədiyi günaha, elədiyi zinaya müsəlmanlıq donu geyindirərək öz vicdanını rahatladır. Və Allah qatında bunun günah olmadığını iddia edir. Çak 1 illik kəbin kəstirdim, 5 günlük kəbin kəstirdim, 1 həftəlik kəbin kəstirdim. Uşaq baş alladırsan. Mənim onun bunun xəbəri olmasa da görünməyəni görən var, nə danışırsan? Elə bu zehniyyətdə, bu düşüncədə olan insanlardır ki, İslamın müsəlmanlığın adına qara yaxır. Demirəm, mən bombayam, mən müsəlman kimi yaşayıram, elə nastayaşı müsəlman mənəm falan söhbəti deyil. Amma ki, bir ədəbimizi də bilək də, ayağımızı yorğamıza görə uzadaq da. Mənə cahil deyir, andır mənə cahil deyir. Od qoydum axı, elədiyin zinadır, müsəlmanlıq donu geyindirirsən dedim. Od qoydum ona, o da mənə dedi ki, sən cahilsən, git oxu, öyrən, sonra gələrsən. Müvəqqəti nikah Allahın icazə verdiyi şeydir. Tepenge. Bilmir ki, o müvəqqəti nikahın şərti nədir? Hansı halda icazə var? Hansı halda haram sayılmır? Yanmayasan səni.